əvəzlikləri. Şəxs əvəzlikləri personal pronomen olaraq adlandırılır. Bu şəxslər nominativ haldadır. Nominativ hal ismin hallarından biridir. Yəni adlıq haldır, adi haldır. Məsələn, mən kinoya gedirəm. Bu cümlədə mən sözü adi haldadır. Yəni bu sözə heç bir əlavə, şəkilçi, sonluq, heç bir şey əlavə edilməyib. Ancaq kinoya ifadəsi burada istiqaməti bildirir və ismin digər halı olan akuzativ halındadır. Biz sizinlə bugün keçirik şəxs əvəzliklərini. Yəni mən, sən, biz, siz, onlar və s. Həm sözlərin oxunuş qaydasını qeyd edəcəm, həm də onların mənasını, eyni zamanda cümlə daxilində necə yazılmalıdır. Bunlar haqqında sizə məlumat verəcəm. Birinci şəxsimiz ich, mən deməkdir. İ hərfi ilə yazılır. Cümlə daxilində i normal bildiyimiz i kimi yazılır. Ancaq əgər cümləyə biz i hərfi ilə başlamaq istəyiriksə, bu zaman böyük I hərfi yazmalıyıq. Çünki onlarda i hərfi yoxdur. Yəni cümlə ich ilə başlayanda i yox, böyük I hərfi yazmaq lazımdır. C-H birləşməsi yumşaq ş səsini verir. Özündən əvvəl incə saat gəldiyi üçün C-H birləşməsi ich olaraq tələffüz edilməlidir. Ich mən deməkdir. Du sən deməkdir. Du sözü D ilə yazılır, cümlə daxilində isə kiçiklə yazılır. Əvvəldə olanda böyük hərflə yazılacaq. D hərfi üçün və U hərfi üçün bir oxunuş qaydamız yoxdur. Yəni harda D və U hərflərini gördük, normal öz dilimizdə olan kimi üzündən oxumalıyıq. Digər şəxslərimiz o şəxsləridir. Yəni o şəxsini ifadə edir. Cinslərə görə dəyişəcək. Kişi, qadın və cansız olaraq. Ea kişi cinsi üçün olan o sözüdür. Ea R formasında yazılır. Söz sonunda R hərfi A kimi oxunacaq. Bu qayda təbii ki, başqa sözlər üçün də keçərlidir. Oxuyuruq. Ea kişi cinsində o deməkdir. Digəri qadın cinsi üçün olan o sözüdür. Zi. Zi. S hərfi özündən sonra sait gəldiyi üçün Z kimi tələffüz olunur. İ, E hərfi isə uzun I səsini verir. Zi. Bu şəxsdə cümlənin əvvəlində yazılanda böyüklə yazılır. Digər hallarda isə kiçik hərflə yazılacaq. Yəni baş hərfdən söhbət gedir. Cansız şəxs olan S, söz sonunda S hərfi normal bildiyimiz S kimi tələffüz olunur. Cansızı ifadə edir. Bu şəxslər sadəcə həqiqətən bizim bildiyimiz insan mənasında olan kişi və cins olaraq qadın sözlərinə aid olmur. Alman dilində artikellar mövcuddur. Yəni isimlərin artikelları var ki, bu artikellar sözlərin cinsiyyətini göstərir. Der, die, das olaraq. Onlara uyğun olaraq da biz er, sie, es şəxslərindən istifadə edirik. Məsələn, der artikeli kişi cinsinə aiddir. Elə bir söz ola bilər ki, orada məsələn der Ball. Bu top deməkdir. Top əslində yəni kişi deyil, bir əşyadır. Ancaq onlar bu sözün cinsiyyətini ea olaraq qəbul edirlər. Çünki o sözün artikeli deadır. Sonra insan adları, kişi cinsində olan insan adlarına söhbət ediriksə, ondan da şəxs olaraq danışmaq istəyəndə ea olaraq qəbul edəcəyik. Digərləri də o formadadır. Bunları daha ətraflı formada digər videoda mən sizə izah eləyəcəm artikeli sözlərlə bağlı. Cinsləri necə uyğunlaşdırmaq lazımdır. Sadəcə indi biraz ümumi formada məlumat verirəm. Biz şəxsinə keçirik via. W hərfi hər zaman V səsini verir. Söz sonunda R hərfi A kimi oxunur. Via. Digəri ia. İ-H-R. İ hərfi olduğu kimi oxunur. Söz ortalarında H hərfi oxunmur. Söz sonunda R var, onu da A kimi oxuyuruq. İya. Siz deməkdir. Amma bu mədəni formada siz deyil.
Əsl siz mənasını verən şəxs bildirən ifadədir. Yəni mən bir tərəfdə dayanmışam, mənim qarşımda 2 və ya daha çox artıq insan toplusu varsa, oradakı şəxslərə mən siz olaraq müraciət edirəm. Baxın, bu sözdə mən sözü kimi i hərfi ilə başlayır. Əgər mən cümləyə bu sözlə başlamaq istəyirəmsə, i hərfi yaza bilmərəm. Çünki i hərfi yoxdur, böyük i hərfi ilə qeyd etməliyəm. Digəri zi, onlar deməkdir. S-dan sonra sait gəlib, ona görə z kimi oxunur. İ-e birləşməsi də uzun i səsini verir. Digəri də yenə zidir, ancaq bu zi digərlərindən fərqlənir. Bu sözün baş hərfində olan s hərfi, yəni yazılışda olan s hərfi cümlənin hər yerində böyüklə yazılır. Çünki bu şəxs mədəni formada bir insana müraciəti göstərir. Əgər biz biri ilə məsafəli danışırıqsa və ya yaşı özümüzdən böyükdürsə və ya pozisiya baxımından, iş baxımından, statu baxımından böyükdürsə, biz onunla mədəni formada siz deyə müraciət edib danışırıq. Həmin bu zi şəxsi də mədəni formanı ifadə edir və yenə deyirəm, əsas məsələ cümlənin harasında istifadə ediriksə edək, s hərfi böyüklə yazılmalıdır. Gördüyünüz kimi burada 3 dənə zi sözü var. Üçü də eyni cürə yazılır, eyni cürə tələffüz olunur. Sadəcə bunların bir-birindən mənası fərqlənir. Zi qadın cinsində o deməkdir, zi onlar deməkdir, çoxluğu ifadə edir. Digər zi isə yazılış cəhətdən də digərlərindən fərqlənir. Baş hərfinin hər zaman böyük yazılması ilə bu da mədəni formada siz şəxsini ifadə edir. Bütün şəxslər haqqında tam ətraflı məlumat verdim. İndi yenidən oxuyuram. Sonra videonu saxlayın. Siz də məndən sonra sözləri üzündən olduğu kimi oxuyursunuz. Ich, du, er, sie, es, wir, ihr, sie, sie. Belə. İndi bir neçə bunlara aid qaydalarımız var. Onlardan da bəhs edim. Ich, du, er, sie, es. Bunlar bir adam mənasını ifadə edir, yəni təki göstərir. Alman dilində bu tək sözü olacaq Singular. Mötərizə daxilində sığ yazmışam. O onun qısaldılmış formada yazılış qaydasıdır. Cəm isə plural adlanır. Wir, ihr, sie, sie pluralda cəm deməkdir. Yəni biz, onlar, bu şəxslər çoxluğu ifadə edir, amma mən, sən, o şəxslər isə təki göstərir. Həmin sözlərdir. Pluralda qısaldılmış formada plı olaraq qeyd olunur. İndi buradakı oxu qaydalarını deyirəm. Singular sözündə s-dan sonra sait gəldiyi üçün s hərfi z kimi oxunur. G hərfi bəzən g ya da q kimi oxunur. Bu sözdə də biz buna q kimi deyirik. Çünki bu qayda üçün, yəni g hərfinin oxunuşu ilə bağlı çox da bizim bir qaydamız yoxdur. Artıq siz özünüz sözə baxıb onu orada uyğunlaşdırmalısınız ki, hansı ilə daha yaxşı formada səslənir. Sözün axırında da r var. Yenə də o r-nı mən a kimi oxuyuram. Plural sözündə tək hərf fərqi r-dadır. R hərfi söz əvvəllərində, ortalarında çox vaxtı ğ kimi oxunur. Olacaq plural. Rəsmi və qeyri-rəsmi ifadələrimiz var. Rəsmi sözü formeldir. Qeyri-rəsmi isə informal. Bu da du şəxsini ifadə edir. Formal şəxs isə zi şəxsidir. Yəni mədəni formada olan siz şəxsini göstərir. İndi şəxsləri birinci, ikinci, üçüncü olaraq qruplara bölək. Birinci şəxs, ikinci şəxs və üçüncü şəxs var. Yəni biz burada tək və cəm ifadələrindən istifadə edirik. Singular və plural. Birinci, ikinci, üçüncü şəxslərimiz hansılardır? Birinci şəxs məndir, du, bu təkdədir, yəni singular. Birinci şəxsin cəmi olacaq wir, yəni biz, plural, cəmdə olandır. İkinci şəxsimiz du şəxsidir, təkdədir, yəni singular. İya şəxsi isə ikinci şəxsin cəmidir, bu da adlanacaq plural.
Üçüncü şəxsimiz e yazı s-dir. Bu təki göstərir, yəni singular. Bunların cəmi isə zi, onlar şəxsidir və zi mədəni formada siz şəxsidir. Və bunlar da şəxslərə görə qrupların ayrılmağıdır. Birinci, ikinci, üçüncü şəxsin təki və cəmi olaraq. Sonra burada belə bir qeydimiz var. Adam adları, əşyalar, əgər hər hansısa bir şeydən danışırıqsa, bu təki göstərir. Məsələn, Hans, Susanna, bu Almanca adam adlarıdır. Das Messer bıçaq deməkdir, yəni bir əşya adıdır. Die Blume çiçək, bu da bir şey göstərir. Yəni bunu biz niyə qeyd edirik? Çünki gələn dərslərdən cümlələrin üstündə bu şəxsləri istifadə edəndə bizə orada olduqca lazım olacaq. Çünki biz məsəl üçün hərəkət bildirən sözləri şəxslərə görə uyğunlaşdırırıq sonunu. Buna uyğun olaraq da biz orada baxmalıyıq ki, bu şəxs neçənci şəxsə aiddir. Birin təkidirmi, cəmidirmi və ya üçün təkidir, cəmidir. Onu bilərəkdən şəxslərin uyğunlaşdırıb feillərin sonunu dəyişirik. Ona görə biz bunu yaxşı bilməliyik. İki və daha çox söz isə bizim üçün çoxluğu ifadə edir, çoxluğu göstərir. Yəni burada adam adları da ola bilər, əşyalar da ola bilər, hər şey ola bilər. Hans und Susanna, Hans və Susanna, bu artıq iki nəfərdir. Bu çoxluğu göstərir. Və ya Kind und Mutter, uşaq və ana, iki nəfər var, çoxluğu göstərir. Bunlar insan olaraq idi. Amma indi isə Fleisch und Brot, ət və çörək qidadır, ancaq yenə də bu bir belə deyək də bir əşya kimi biz bunu qəbul edirik və çox şey var burada. Cəmdədir. Bananın, bananlar, bananı, banandır, yəni bir banan, amma bananın, bananlar ifadəsidir ki, çoxluğu ifadə edir. Büyük H isə kitablar deməkdir, cəmdədir. Bəzi sözlər alman dilində kökündən cəmlənir və ya sonlarına müəyyən sonluqlar artırırıq ki, bunu da sonraki videolarda təbii ki, daha ətraflı formada keçəcəyik. Kitab sözü bux, amma kitablar olacaq büha. Həm sonluq gəlir, həm də sözün daxilinə u hərfi üyə keçir. Bu formada da cəmlənir. Biz bugün sizinlə şəxs bildirən sözləri keçdik və onların həm yazılışı, həm deyilişi, həm oxunuşu ilə bağlı mən sizə məlumat verdim. Nəsə bir sualınız varsa, kommentlərdə yazıb soruşa bilərsiniz və ya mənim əlaqə nömrəmə keçib suallarınızı verə bilərsiniz. Sağ olun, özünüzə yaxşı baxın. Tschüss.